Rus dili bilən bir insan Özbəkistan cəmiyyətində rahat və axıcı bir həyat sürə bilər. Lakin bir problem var ki, o da iqlimlə bağlıdır. Əgər yay fəslinin ortasında Özbəkistana getməyi düşünürsünüzsə, bunu 2 dəfə fikirləşməyinizi tövsiyə edərdim. Çünki Daşkənd, Buxara, Səmərqənd kimi şəhərlər inanılmaz dərəcədə isti və rütubətli olur. İnsanlar 50 dərəcədən artıq istiyə məruz qalırlar. Bu səbəbdən Özbəkistana səyahət etmək istəyən biri üçün ən yaxşı vaxt avqust və noyabr ayları arasıdır. Təbii ki, bu qədər isti bir ölkədə isti iqlimi sevən müxtəlif quru meyvə, təzə meyvələri də ucuz qiymətə istehlak etmək şansımız olur. Əgər memarlıq abidələrini görməyi və foto çəkməyi sevirsinizsə, onda istinin elə də əhəmiyyəti yoxdur. Çünki Özbəkistanın İpək yolu sayəsində malik olduğu tarixilik insanları özlərinə cəlb edir və bu səbəbdən Orta Asiyanın turizm mərkəzi sayılır. Özbəkistanın Buxara, Daşkənd, Səmərqənd kimi şəhərlərində axşam saatlarında da həyat dayanmaq bilmir. Bu 3 şəhərdə sizə əyləncə və ləzzətli yeməklər təqdim edən bir çox məkan var. Məsələn, bir restoranda yemək yeyərkən bir anda meydana çıxan özbək rəqqaslarının özlərinə məxsus rəqslərini nümayiş etdirdiklərini görə bilərsiniz. Açığı, Orta Asiya türk mədəniyyətinə məxsus rəqslər baxış zövqü baxımından Avropanı bir neçə dəfə üstələyir desək yanılmarıq. Özbəkistanda spirtli içkilərlə bağlı da hər hansı bir məhdudiyyət yoxdur. Axşam saatlarında getdiyiniz bir məkanda istədiyiniz kimi araq, viski kimi içkiləri içə bilər və əyləncə anlayışınıza uyğun olaraq xoş vaxt keçirə bilərsiniz. Məsələn, autentik məkanlarla yanaşı gecə klublarında da əyləncələrin dozasını artıra bilərsiniz. Çünki Özbəkistanda insanlar əylənməyi sevirlər və gecə klubları xüsusilə həftə sonları tamamilə dolu olur.